Bu tessellation sənəti əslində bizim üçün qədim kökləri olsa da Avropa üçün yeni bir sənətdir. Və o tessellation sənətinə aid rəsmlər 3 qrupa bölünə bilər. Bunların biri həndəsi formalardan olan, yəni 3 bucaq, kvadrat, 4 bucaqlı, romb, 5 bucaqlı, 6 bucaqlı və bu cür figurlardan müstəvinin sonsuza kimi aralıqsız doldurulması yolu alan həndəsi şəkillərdir. İkinci bu tip şəkillər ərəb qrafikası ilə mümkündür. Siz elə yazılar yaza bilərsiniz ki, tamamilə eyni prinsipdə olar, müstəvi arasız doldururlar və bunlar da tessellation deməli ərəb qrafikası olan variantıdır. Onun gözəl bir nümunəsi bir medalyon şəklində bizim içəri şəhərdə Şirvanşahlar Sarayı'nda tağın üstündə 6 güşəli bir medalyon var, 50 sözlərindən qurulub. O çox gözəl bir nümunədir. Üçüncü qrupa artıq canlı şəkilləri aid eləmək olar ki, bunları ilk dəfə olan rəssam Maurice Cornelius Escher çoxlu şəkillər yaratmışdı və Avropa bu şəkilləri Escher sənəti kimi tanıyıb. Uzun illər ilə bu rəsmlərə Escher tipli rəsmlər deyirdilər və sonradan bu tip şəkillərin adına tessellation deməyə qərarlaşdırdılar.